Naxçıvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 iyun Ümumdünya Uşaq Əməyinə qarşı mübarizə günü ilə əlaqədar monitorinq aparılıb. iyun Ümumdünya Uşaq Əməyinə qarşı mübarizə günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd yetkin yaşına çatmayanların təhsildən yayındıraraq əməyə cəlb olunmasının qarşısını almaqdan ibarətdir. Əlamətdar günlə əlaqədar Naxçıvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri ərazisində yerləşən ticarət mərkəzlərinə, bazarlara və yaşayış obyektlərinə monitorinqlər keçirilmişdir. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiya üzvlərinin, Naxçıvan şəhər Polis İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdiyi monitorinqdə məqsəd uşaq əməyinin istismarı hallarına qarşı mübarizəni diqqət mərkəzinə çəkmək, belə halların qarşısını almaqdan ibarət olub. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri tərəfindən cari ilin yanvar və iyun ayları ərzində 13 monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı aşkarlanan uşaqların valideynləri və özləri ilə profilaktik söhbət aparılaraq qeydiyyata götürülmüş, həmçinin təhsil aldığı müəssisələrə məlumat verilmişdir. Monitorinq zamanı həmçinin könüllü gənclər tərəfindən şəhər sakinlərinə maarifləndirici bukletlər paylanılıb. Həsən Məmmədov, Atabəy Səyyad, Rəşid Hüseynov, NTV Xəbər.